Salam, bugün 8-ci sinif kimya dərsliyindən 3.3 kimyəvi təhlillərin əmsallaşdırılması mövzusunun suallarına baxırıq. Səhifə 74-də əvvəlcə öyrəndiklərinizi tətbiq edin hissəsindəki suallara baxaq. Molekulunda 3 karbon atomu və 8 hidrogen atomu olan maddənin yanmasından karbon qazı və su alınır. Reaksiya tənliyini tərtib edin və əmsallaşdırın. Deməli, molekulunda 3 karbon, 8 dənə hidrogen var. Yanması deyirsə oksigen qazı ilə reaksiyasıdır. Karbon qazı CO2-dir. Sudakı H2O-dur. İndi gəlin bunu əmsallaşdıraq. Burada nə görürük biz? 3 karbon var. Burada da 3 karbon olması üçün CO2-nin qarşısına 3 yazırıq. 8 hidrogen atomu solda var. 8 də sağda olsun deyə H2O-nun qarşısına 4 yazırıq. İndi isə oksigenlərə baxaq. Oksigen baxın, bu hissədə 3 vur 2, 6 oksigen var. Burada isə 4. Cəmi 10 oksigen atomu var sağda. Sol tərəfdə də 10 olması üçün qarşısına 5 yazırıq oksigenin. Sonra ikinci suala baxaq. X, Y və Z maddələri müəyyən edin deyir. Baxaq. 2H2 üstəgəl H2O 2X. Burada görürsünüz, əmsalda deməli 2 var, bunu da nəzərə almalıyıq. Solda deməli 4 hidrogen var, sağda əmsalda 2 var. Demək ki, bu H2 var bunun tərkibində və əmsalda 2 olduğu üçün 2 dənə oksigen olmalıdır işte. Baxın, bu formada 4 oksigen, 2 4 hidrogen, 2 oksigen atomu. Yəni bu H2O-dur. Sonra CH4 üstəgəl 2O2, 2X üstəgəl Y. Burada deməli X üstəgəl Y nə olar? Burada karbon bir dənədir. Demək ki, burada əmsalda X olanda karbon ola bilməz. Bu Y-dədir. Sonra hidrogenə baxaq. Hidrogen 4 dənədirsə, bu 2 olan tərkibində hidrogen olacaq. H2O-ya uyğundur bu. Bu 2H2O-dur. Bu da CO2-yə uyğundur. Oksigenlərə fikir verin. 4 oksigen var. Burada da ikisi burada, ikisi də burada. Cəmi 4 olur. Bunu aydın şəkildə yazsaq, elə aşağıdan yazım istəyirsinizsə, sizin üçün rahat olsun. 2H2O. Bu X-dır. Sonra CH4 üstəgəl 2O2. Alınır burada 2H2O. Üstəgəl X onsuz da buradan tapmışdıq. Buradakı yəni X eyni maddələrdir. H2O üstəgəl Y-dəki CO2-dir. İndi bu Z məsələsinə baxaq. Deməli, bu Z-in üzərinə 5O2 gəlmişik, 3X alınıb. X nə idi? H2O idi. Artıq məlumdur. Əvvəlki reaksiyalardan Y nə idi? CO2. Əmsallarda mütləq yazmalıyıq. 2CO2. İndi bu Z-i tapaq. Z-in tərkibində deməli, hidrogen nə qədərdir? 6 dənədir. Karbon nə qədərdir? 2 dənədir. C2H6. Görürsünüz, 2 karbon, 6 hidrogen. Z-dəki C2H6 imiş. Sonra öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Aşağıda Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Aşağıdakı reaksiya təhlilləri əmsallaşdırın deyir. Burada 2 oksigen atomu görürük. Deməli, bura 2 yazmalıyıq. O zaman kalsiyum qarşısında 2 düşəcək. Sonra burada xlor da 2-dir, hidrogen də 2-dir. Sayılar bərabər olsun deyə bura 2 yazırıq. Başqa heç bir əmsala ehtiyac yoxdur. Burada nə görürük? 3 dənə karbon. Bunun üçün bura 3 yazırıq. 4 dənə hidrogen görürük bura. 2 yazırıq. Oksigenlərə baxaq. 3, 2, 6. İkisi də burada. 8 oksigen. Ona görə bura 4 yazırıq. Bu hissəyə baxaq. Ümumiyyətlə, belə tək ədəd görəndə onu cüt ədədə çevirin. Qarşısına 2 yazın. 2 azot oldu. Burada da 2-dir. Əmsala ehtiyac yoxdur burada. Hidrogen nə qədərdir? 6 dənədir. 6 olsun deyə bura 3 yazırsınız. İkinci suala baxaq. Etil spirtinin oksigenlə reaksiyasının karbon qazı və su alınır. Reaksiya tənliyini tərtib edin və əmsallaşdırın. İkincini burada yazıram. Etil spirti C2H5OH-dır. Üstəgəl oksigen, alınır karbon qazı, plus su. Baxaq, 2 karbon var burada. Burada da 2 olsun deyə qarşısına əmsal olaraq 2 yazdıq. Hidrogen sayı baxın, 5-i burada, 1-i burada. 6 dənə hidrogen var, 6 olsun deyə burada 3 yazırıq. Oksigenlərə baxaq. 4 oksigen burada var, 3-ü də burada. Cəmi 7 oksigen var sağda. Biri baxın, bunun içərisindədir. 7 dənə olsun deyəcəyimi bura 3 yazmalıyıq ki, cəmi toplayanda bizə 7-ni versin.
Bu qədər. Təşəkkürlər dinlədiyiniz üçün. Sağ olun.